Ümumiyyətlə deyim, Cəlilabadın deməli 120 yaşayış məntəqəsi var. Cəlilabad şəhəri və Göytəpə bunlar iki şəhərdir. 118 kəndi var. 118 kəndin Sevinç xanım 63 kənddə qazlaşma yoxdur. Müvafiq bizim Azərqaza, SOCAR rəhbərliyinə bir sos siqnalı çalıram ki, xəbər göndərirəm ki, ürəyim yanır deyə bunları söyləyirəm ki, tezliklə yəni bu problemin həllini tapmasa İranla sərhəd boyu kəndlərimiz tamamilə boşalacaq. Bəy, müharibəci bir münaqişə hiss edirsin. Yəni bu bölgə, yəni hətta çox kəskin. Mən bilirəm, əvvəl axı bizim partiyaya müraciət edəcəyim. Sizin partiyada bax, fikir verirsiniz. Baxın, neçə müddət Cəlilabadın deputatıdır. Son dönəmlər yap deputatları sizlərlə görüşürlər. Tamaşaçı da seçsizdir. Son zamanlar niyə? Son zamanlarda o statistika var bizdə. Kifayət qədər gözəl. O mənim haqqında demək ki, son zamanlar. İstəsəz bir dəfə mən sizin görüşdə o xahiş edirəm çəkilişdə gətirərlər. Bax, başqa mənlə bağlı şəxsən nə hal faktınız var deyə. Şəxsən sizlə bağlı bütün hamı, heç biriniz məndə sıray gününə qədər seçici ilə görüşmürdünüz. Hətta indi də görüşməyənlər var. Baxın, biz onu deyirik ki, bu yanaşmaya görə xalq qəbul eləmir də bunları. Çünki yalandır, iftiradır. Siz qəbul eləmirsiniz, xalq eləyir. Bax, bu problemləri dəfələrlə qaldırmışıq. Biz deyirik ki, qardaş, dünya yapay zekaya, süni intellektə keçir, robotlaşmağa keçir. Biz 21-ci əsrdə qazlaşma problemi, susuzluq problemi, evsizlik problemi, primitiv o Maslow'un ehtiyacları